Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda güvənin yeni çıxmış sınaqlar toplusu 3-cü qrupa aid olan blok sınaq kitabçasının izahlarını paylaşacağam. Bu videodan etibarən bütün sınaqlara aid olan sualları bir-bir izah formasında, video formasında paylaşacağam. Siz də kanala abunə olaraq paylaşılan bu sınaqlardan davam olaraq faydalana bilərsiniz. Qeyd edim ki, bu kitabın tərkibində 15 sınaq var. Bloka hazırlaşan şagirdlər, abituriyentlər bu izahlardan faydalana biləcək. Bizim dərslərimiz həm Bakı, həm də Sumqayıt şəhərində əyani formada növbəti təhsil ilindən etibarən başlayacaq. Avqust-sentyabr aylarından qruplarımız dərslərə başlayır. Bu dərslər əyani formada həm Bakı, həm də Sumqayıt şəhərlərində müvafiq olaraq tədris olunacaq. Kimə hansı şəhər uyğun olsa qeyd eləyər. Dərslərimizə qoşulmaq üçün 055 418 82 02 nömrəsi ilə əlaqə saxlayıb tam ətraflı məlumat əldə edə bilərsiniz. Gəlin keçək sualların izahına. Birinci sualda deyir, bəndlərin birində frazeoloji amonim işlənməmişdir. Lakin sevinmədi bizim babalar, qəfəsdə can verdi, ellər obalar. Can vermək frazeoloji amonimdir. Biri var ki, can verdi, öldü. Bir də var ki, can vermək, dirilmək. Məsələn, günəşin şüaları torpağa can verdi, yəni onu diriltdi. Deməli, burada var. Sarıl günəş rəngli bir al bayrağa, səsinlə elləri qaldır ayağa. Ayağı qaldırmaq, burada amonim frazeoloji birləşmədir. Bir mənası elə verilən bu nümunədə mübarizəyə sövq eləməkdir. Digər mənası da xəstəni müalicə eləmək, xəstəni ayağa qaldırmaq, sağaltmaq mənasındadır. Bir neçə gündür ki, özümü yaxşı hiss edirəm, cana gəlirəm. Cana gəlmək, özünə gəlmək, dirilmək, bir də onun əlindən cana gəlmişəm, bezmək mənasında işlənir. Bu da amonimdir. Ah, mən gündən günə bu gözəlləşən işıqlı dünyadan necə əl çəkim? Burada əl çəkmək frazeoloji birləşməsi var. Lakin bu frazeoloji amonim hesab olunmur. Bu gün elmi işimi tamamlayıb başa vurdum. Başa vurmaq bu cümlədə bitirmək deməkdir. Bir də elədiyini başa vurmaq, qaxınc eləmək mənasında frazeoloji amonimdir. Doğru cavabımız olacaq D variantı. Nümunəyə və cədvələ əsasən doğru fikirləri müəyyən edin. O zindanını uçurtmuş bir məhbus, ölkəsini xilas etmək üçün ölümə gedən bir əskər kimi qürurlu idi. Doğrudur, yanlışdır. Frazeoloji birləşmə işlənmişdir deyir. Baxaq, ölümə gedən bu ifadə frazeoloji birləşmədir. Doğrudur. Yalnız qrammatik mənaya malik olan söz işlənməmişdir. O öz zindanını uçurtmuş bir məhbus, bir burada ədatdır. Xilas etmək üçün qoşmadır, yəni işlənib, bu səhvdir. Vüqar, əzəmət sözlərinin sinonimi işlənmişdir. Burada qürurlu idi, vüqarlı, əzəmətli olsaydı sinonimi deyə bilərdik. Çünki vüqar əzəmət isimdir, qürurlu sifətdir. Ona görə bu yanlış fikirdir. Yalnız bir sözün səs və hərf tərkibi fərqlənir. Deməli, o öz zindanını uçurtmuş bir məhbus kimi ölkəsini xilas etmək üçün. Etmək sözü burada xış dirəklə tələffüz olunur. Olur, etmək formasında bir. Ölümə gedən bir əsgər kimi qürurlu söz də tələffüz olunur qürurru formasında. Yəni, iki dənə söz var. Biri xilas etməkdir, digəri də qürurludur. Yalnız bir söz səhv fikirdir. Amonim sözlər işlənmişdir. Bəli, bir sözü həm ədat, həm də say kimi işlənir. Daha sonra zindan sözünün özü amonim sözdür. Bir mənası həbsxanadır, digər mənası isə dəmirçi aləti mənasına gəlir. Bu doğru fikirdir. Elə bir neçə sözün amonimliyi var. Məsələn, kimi sözü qoşma və əvəzlik kimi burada amonim sözdür. Deməli, bu doğrudur. Doğrunun altında üstəgəl qoyduğum 1, yanlışın altına çox qoyduğum 3 və 4. 1, 3, 4 doğru cavabımız oldu B variantı. Hansı mətndə nöqtələrin yerinə uyğun sahitlər yazılmalıdır? Mühacirə ü ilə olmalıdır. A səhvdir. Tüğyan ü iləndir. B də səhvdir. İllüziya üdür. Bu da səhvdir. Sujet hökumətdir. Hökumət. Rüsumdur bu. Səhvdir bu. Deməli, füsunkar udur, cümhuriyyət üdür, boş bikar idi. Hamısı uyğun gələn Y variantı olacaq. Davam edirik 4-cü sualdan. 4-də nə istəyir? Cədvələ və nümunələrə əsasən uyğun fikirləri müəyyən edin. Birinci nümunəyə aid yanlış fikirdir. Oxu bu naməni, əzizim Eldar, qoy mənim dərdimi dinləsin dağlar. Qulaq asmaq frazeoloji birləşməsinin sinonimi işlənmişdir. Dinləmək frazeoloji birləşmənin sinonimi ola bilməz. Bu səhvdir.
Yalnız qrammatik mənaya malik olan söz də işlənmişdir. Qoy ədatı var burada, doğrudur. Bir-biri ilə münasibətdə sinonim olan sözlər işlənmişdir. Gəl ana yurdumun qızı gəlinim. İndi hünər vaxtı, qeyrət vaxtıdır. Bəli, hünər, qeyrət bir-biri ilə münasibətdə sinonim olan sözlər var, doğrudur. Amonim söz işlənməmişdir. Gəl elə feil və ədat kimi amonim götürülə bilər. Bu yanlış fikirdir. Deməli, birinci nümunəyə aid yanlış 1, 2-yə aid doğru 3-dür. 1-3 cavab C variantı olacaq. Cümlələrin birində iki sözün tələffüzündə iki sözün tələffüzündə bir fərqli məqam var. Baxaq, atam dəfələrlə mənə acıqlanmışdı ki, dəfələrlə sözü tələffüz olunur. Gəlin buradan yazaq. Dəfələrlə formasında. Deməli, burada iki fərqli məqam var. Mənə acıqlanmışdı. Acıqlanmışdı. Tələffüz olacaq. Acıqlanmışdı. Baxın, G keçdi X-yə, acıqlanmışdı da. N keçdi M-ə. Deməli, burada da iki fərqli məqam var. Böyüklərin sözünün tələffüzü olacaq. Böyüklərin. Burada bir fərqli məqam var. K keçir X-ə. Sözünə qarışmayım. Qarışmayım sözdə tələffüz olunur. Qarışmayım. Burada A keçdi I-ya. Bir fərqli məqam da bu cümlədə var. Deməli, hərəsində, ikisində iki dənə, ikisində bir dənədir. İki sözün tələffüzündə iki sözün tələffüzündə bir fərqli məqam var. Elə cavabımız A variantı olacaq. 6. Hansı sözün yazılışı ilə deyilişi fərqlənmir? Marketing G keçir K-ya. Məxluq G keçir K-ya. Maqnitofon O keçir A-ya. Memarlıq sözü memarlıq kimi tələffüz olunur. İki fərqli məqam var. Mübarək dəyişmir. Sözlərin birində C səmtinin kar qarşılığı işlənməmişdir. Yəni, K hansı sözdə yoxdur deyir. Təşəkkürdə K-nin biri qalır. Təşəkkür olur. Təşəkkür daha doğrusu. K var. Sənətkarda kar şəkilçisi olduğuna görə K dəyişmir. Burada qalır. Kəklikotunda elə birinci K kimi tələffüz olunur. Burada da var. Döşəküzü sözünün tələffüzü olacaq. Döşək-üzü. Burada K Y ilə əvəz olunur, çünki özündən sonra sait gəlib. Yəni, bu sözün tərkibində K yoxdur. Tədarükdə K olduğu kimi qalır. Deməli, burada da işlənib. Hansı sözdə nöqtələrin yerinə ayrı-ayrılıqda həm qalın, həm də incə sait yazmaqla yeni sözlər yaratmaq mümkündür? Deməli, təbaşir, tabaşir bu mümkün deyil. Bəyaz, bayaz. Bəli, bəyaz söz də var, bayaz söz də var. Bəyaz əylə yazılan ağ deməkdir. Bayaz ayla yazılan dəftərçə mənasına gəlir. Doğru cavab B bəndə olacaq. Sözlərin yazılışı ilə deyilişi arasında fərq baxımından çoxdan aza doğru ardıcıllıq. İtaətkarlıq sözünün tələffüzü olacaq. İtaətkarlıq formasında. Deməli, el keçdi erə, G X-yə. İki dənə fərqli məqam var. İyonlaşdırmaq sözünün tələffüzü olacaq. Burada yazaq. İyonlaşdırmaq. Neçə fərqli məqam oldu? Bir dənə Y artırdım, L N-ə keçdi, G də X-yə keçdi. 3 fərqli məqam var. Xaincəsinə sözünün tələffüzü olacaq. Xaincəsinə. Burada bir dənə Y əlavə olunur. Bir fərqli məqam var. Xoşluqla tələffüz olunur. Xoşduqnan formasında. Deməli, L keçdi D-yə, G X-yə, L N-ə, bir dənə də N artırıldı. 4 fərqli məqam var. Demək, çoxdan aza doğru düzürüksə 4, 3, 2, 1. 4, 4-dədir. 3, 2-dədir. Deməli, 4, 2, 2, 1-dədir. 4, 2, 1, 3 arıcılığı olacaq. Cavab C variantı. 10-cu sual. Neyrocərrahiyyə sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri istəyir bizdən. Deməli, bu sözün tələffüzündə 6 hecalıdır deyir. Neyrocərrahiyyə. Doğrudur bu. Saitlərin biri uzun tələffüz olunur. Cərrahiyyə. A uzanır. Doğrudur. Səs və hərf tərkibi arasında iki fərqli məqam var. Səhv fikirdir. Qarşılığı olmayan samitlərin sayı dodaqlanmayan saitlərin sayına bərabərdir. Deməli, burada qarşılığı olmayan saitlərin sayı N, R, H. 5 dənədir. Yazaq burada 5. Dodaqlanmayan saitlər E, Ə, İ, Ə.
Deməli 1, bir də A. 1, 2, 3, 4, 5. Bərabərdirmi? Bəli, bərabərdir. Doğru fikirdir. Ahəng qanuna tabedir. Bu fikir səhvdir. Bu bənd bundan sonraki nəşrdə dəyişdirilib və qeyd olunub ki, bu bənd tamamilə silinib. Vurğusu sonuncu hecadadır. Vurğusu sonuncu hecadadır. Çünki ahəng qanuna tabedir şərti qalanda sualın doğru cavabı müəyyənləşmir. Vurğusu sonuncu hecadadır şərti. Neyrocərrahiyyə. Bəli, bu doğru fikir olur. Sözdə kar zingirtili samimi cütlü işlənmişdir. Bu yanlış fikirdir. Deməli, bizdən düzgünləri istəyirsə 1, 3, 4 düzgün cavabımız olacaq B variantı. Hansı bənddə sinonim cütlük pozulmuşdur? Etiqadlı, əqidəli, ehtiyac, tələb doğrudur. Vəzifə, mənsəb, dəyanətli, mətanətli doğrudur. Tədris, məktəb uyğun deyil. Baxmaq, görmək, səhvdir. Beşik, nənni, məzəmmət, tənbih uyğundur. Dəlil, isbat, dəbdəbə, ihtişam uyğundur. Cavab C variantı. Hansı sözün yazılışı doğrudur? Dekorasiya. Bu söz dekor sözündəndir. Dekor, dekorasiya səhvdir. Diplomant doğrudur. Ehtimal T ilə yazılır, səhvdir. Fakültə Ü ilə yazılır, U ilə yox, səhvdir. Mülahizə olar, bu Ü ilə səhvdir. Cavab B bəndi. Bəndlərin birində açmaq sözünün mənası ilə cümlədə işlənməsi arasında uyğunsuzluq var. Əsasını qoymaq, təsis etmək. Süngülər açmayan yolu açdın. Qələmindən cəvahirat saçdın. Süngülər açmayan yolu qələminlə açdın, yəni demək istəyir. Amma əsasını qoymaq, təsis eləmək mənasına gəlmir bu. Yolu açmaq mənasındadır. Bu səhvdir. Həqiqəti açmaq. Yox, sənin səsində bir titrəyiş var. Gəl məndən gizlətmə, aç, söylə, aşkar. Yəni aç, həqiqəti aç, söylə. Bu uyğundur. Faş etmək demək, açıb söyləmək. Sirri dəhəni, yarı könül, axtar özün tap. Söz yox ki, açıb şəxsə müəmmanı deməzlər. Yəni, həmin sözü faş eləməzlər, açıb söyləməzlər. Bu uyğundur. Xoşuna gəlmək, ürəyinə yatmaq. Nə də ki, o durna gözlərin sənin artıq güldürmür, açmır məni. Yəni, o gözlərin məni artıq açmayır. Yəni, xoşuma gəlmir, ürəyimə yatmır artıq, uyğundur. Həll etmək, yoluna salmaq. Vida deyə, darıxma, bizdə məsəl var. Bir yandan bağlayan, bir yandan açar. Yəni, həll edər, yoluna qoyar. Doğrudur, bu da uyğunsuzumuz oldu A variantında. 14-cü suala baxırıq. Hansı sözün leksik mənası verilməmişdir? Başqasının naminə təmənnasız olaraq öz mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip. Prinsip təbii ki, altruizm olacaq. D-yə uyğun gəlir. Ancaq özünü öz mənafeyini düşünən adam munist, egoist. Egoistə uyğun gəlir. Hər kəslə mehriban olan ünsiyyətli, munis, ümumi bir iş yolunda, məslək uğrunda, təhlükəli işlərdə qoşulub, canından keçməyə hazır olan şəxs, fədai, cəsur yoxdur. Nümunədəki sözlərin leksik xüsusiyyətləri ilə bağlı doğru fikirləri müəyyən edin. İkinci misrada bir-biri ilə münasibətdə antonim sözlər işlənmişdir. Suyu gah şirindir, gahdakı zəhər. Şirindir, necə, sifətdir, zəhər nə, isim. Biri sifət, biri isim, antonim ola bilməz. Dördüncü misrada məcazi mənalı söz işlənmişdir. Əcəl köhlənində hazırdır yəhər. Əcəlin köhləni olmaz, doğrudur. Döşünə döymək frazeoloji birləşməsinin və oxşar sözünün sinonimi işlənmişdir. Deməli, çox da öyünmə, döşünə döymə. Burada öyünmək sözdür, frazeoloji birləşmə deyil, bu səhv fikirdir. Yalnız qrammatik mənaya malik olan sözlər də işlənmişdir. Bir qızıl kuzəyə bənzər, bir burada ədatdır. Gah da bağlayıcıdır, deməli işlənib doğrudur. Nümunədəki sözlərin heç birini tərkib hissələrinə ayırmaqla leksik mənasını izah etmək olmaz. Deməli, bu dünya bir qızıl kuzəyə bənzər, suyu gah şirindir, gahdakı zəhər, çox da öyünmə ki, uzundur ömrün, əcəl köhləndə hazırdır yəhər. Əziz abituriyentlər, burada biz leksik mənasını tərkib hissələrinə o vaxt parçalaya bilərik ümumiyyətlə. Bu söz quruluşca sadə olmasın, yəni ya düzəltmə olsun, ya da mürəkkəb. Amma burada düzəltmə olma məsələsində də müəyyən məqamlar var. Bütün düzəltmə sözlərin biz tərkibini əslində leksik mənalarına görə parçalayıb izah eləyə bilmirik. Bu zaman parçalayırıq ki, əsasən o söz dilimizə farscadan keçsin. Yəni, fars dilində həmin şəkilçi bir söz mövqeyində işlənsin. Məsələn, bir örnək verim. Tutaq ki, burada götürək kitabxana. Kitabxana.
Sözün kökü kitabdır, xana leksikdir. Xana sözü farscadan ev deməkdir. Kitab və ev. Bura mən izah eləyəndə deyə bilərəm ki, bu sözün leksik mənasını hissələrinə parçalayaraq müəyyən eləmək olur. Yəni kitab evi deyə bilirəm və xananın da leksik mənasını verəndə deyirəm ki, farscadan ev deməkdir. Yəni mən şəkilçiyə də leksik məna verməyi bacarmalıyam hissələrinə parçaladığım zaman. Yəni bu hər sözə aiddir, yəni hər düzəltmə sözə aiddir demək olmaz. Bu sual işlənərkən görünür ki, məsələn, öyünmək feili, öyməkdən öyünmək düzəltmə sözünə görə 5-i götürüblər, amma öyünməyin 5-ci bəndə aid olması tam olaraq doğru deyil. Çünki öymək milli sözümüz feildir, öyünmək də bir leksik şəkilçidir, hansı ki 4 variantlı yazılan milli şəkilçimizdir bu da. Biz ona hissələrinə parçalayıb leksik mənasını müəyyənləşdirə bilərikmi? Bax, bu artıq heç bir yerdə vəsaitdə qeyd olunmayıb. Qeyd olunan isə təbii ki, mən izah elədiyim bu formada, hansı ki, farscadan da işlənmiş, dilimizə keçmiş və zamanla bizdə şəkilçiləşmiş formada olan şəkilçilərə aid olunur. Nəhayət, yəni burada 5-i öyünməyə uyğun götürüblər. Doğru cavabımız olacaq 2 və 4. Amma 5-ci bənddə tam olaraq doğruluq yoxdur. 16. Verilmiş sözlərin orfoqrafiyasını nəzərə alıb məntiqi ardıcılığı tamamlayın. Səhmdar doğrudur, seyrəngah doğrudur, səbir i ilə yazılmalıdır, səhvdir, sehirli isiz olmalıdır, səhvdir, sayğısızlıq doğrudur. Səlahiyyətdə 2 dənə i olmalıdır, səhvdir, səriştə t ilə yazılır, səhvdir. Hansı bənddə verilmiş sözlərdən yalnız biri leksik mənaya malikdir? Hərəkat, hərəkət, hərəkat. Hər ikisi var. Kompaniya, kampaniya. O ilə yazılan da var, A ilə yazılan da var, doğrudur. Biri yeyib içmək mənasına gəlir, kompaniya. Kampaniya da, məsələn, yardım kampaniyası. Bəyaz, bayaz, hər ikisi var. Yuxarıdakı nümunədə izah eləmişdim. Nicah, nikah. Burada da hər ikisi var. Nikah, bu K ilə yazılan, bu bildiyimiz üzüyü taxıb nikah eləməkdir. Nicah da baxış deməkdir, nəzər deməkdir. Əhvalat, əhvəlat. Yəni, əhval sözündən əhvalat. Bu söz var, amma əhvalat yoxdur. Cavab Y variantı. Davam edirik növbəti sualdan. Cədvəli tamamlayan fikirləri müəyyən edin. Məna tayları müxtəlif nitq hissəsinə aid olan amonimdir, antonimi var. Yəni biz birinci sözə elə bir ifadə qoymalıyıq ki, müxtəlif nitq hissələrinə aid amonim olsun və antonim olsun. Mürəkkəb sözü isim və sifət kimi amonimdir. Qələmin mürəkkəbi isimdir, bir də mürəkkəb sifətdir. Birinci hissəyə aiddir. Antonimi varmı? Mürəkkəb asan, doğrudur. Sinonimi varmı mürəkkəbin? Bəli, var. Yazıcıda deyir ki, fərqlənmir. Səhvdir bu, fərqlənir. Çünki mürəkkəb sözündə K2, KG kimi təhlil olunur. Yəni, üçüncü fikir mürəkkəbə aid deyil. Deməli, səhvdir. Say sözü. Say sözü müxtəlif nitq hissələrinə aid amonimdir. Say isim, saymaq feil. Birinci hissəyə uyğun gəlir. Həm leksik, həm də qrammatik mənaya malikdir. Doğrudur. Məcazi mənada işlənə bilmir. Sən saydığını say, gör fələyi nə sayır. Fələyin sayması, məsələn, bu məcazda işlənə bilir. Səhv fikirdir. Üçüncü fikir yenə səhvdir. İnci. İnci isim, incimək feil müxtəlif nitq hissələrinə aid amonimdir. Birinci şərtə uyğundur. Antonimi var. İnci. Yenə bu da uyğunsuz olacaq. Termin kimi işlənə bilir. Heç bu da uyğun deyil. Keçinmək sözü. Keçinmək amonimdir. Bir var dolanmaq, yaşamaq. Bir də var keçinmək, ölmək. Amma müxtəlif nitq hissələrinə aid deyil. Hər ikisi feildir. D də uyğun deyil. Quru sözü. Quru biri var ki, necə quru sifət, qurumaq feili. Müxtəlif nitq hissələrinə aid amonimdir. Qurunun sinonimi var. Quru, qurumaq var. Məsələn, dərddən qurumuşam, yəni zəifləmişəm, arıqlamışam. Bu məqamda sinonim götürə bilərik. Antonimi dedik. Məcazi mənada işlənə bilirmi? Quru, bəli, işlənə bilir. Elə verdiyim məna məcazdır. Deməli, Y variantı bizim doğru variantımız olacaq. Tərkibində hər iki sözün fərqli tələffüz olunduğu birləşməni müəyyən edin. Sümbül dəstəsi, bu sözün tələffüzü olur. Sümbül dəstəsi. N M-ə keçir, T D-yə keçir. Hər iki söz fərqli tələffüz olunur. Deməli, bu doğru fikirdir. 20. Düz sözü müxtəlif qrammatik mənalara malikdir. Əgər düz feilinin antonimini müəyyən etmək istəyiriksə, həmin antonim hansı nitq hissəsi olmalıdır? Düz feilinin antonimi əlbəttə ki, feil ola bilər. Antonimlər, sinonimlər mütləq eyni bir nitq hissəsinə aid olur, yalnız feil. Bəndlərin birində fərqləndirilmiş frazeoloji birləşmənin həm sinonimi, həm də antonimi verilmişdir. Gəlin baxaq.
Özündən çıxmaq, cin atına minmək, sakitləşmək. Sakitləşmək frazeoloji birləşmə deyil. Zəhələsi getmək, acığı getmək, bəyənmək. Bəyənmək frazeoloji birləşmə deyil. İnci hiss almaq, qəlbinə dəymək, könlünü almaq. Bu uyğundur. Ağzına su almaq, dil ötmək, dil boğazına qoymamaq. Ağzına su almaq, sakit dayanmaqdır. Dil ötmək, danışmaqdır. Burada antonimidir, sinonimi yoxdur. Əli soymaq, hirsi yatmaq, canını odayaq. Bu da uyğun deyil. Baxıram, siz çox yaxşı adama oxşuyursunuz. Cümləsindəki oxşamaq sözü ilə oxşuyursunuz. Burada nədir? Bənzəmək. Bənzəmək. Xaçın çayı aşağı əsən sərin külək Nəcəfalı kişini oxşadı. Burada əzizlədi mənə, tumarladı mənasındadır oxşamaq. Hansı məna qrupuna aiddir? Təbii ki, amonimdir. İki fərqli mənanı ifadə elədi. Növbəti sual. Verilmiş nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Üçüncü misrada bir-biri ilə antonimli təşkil edən sözlərin hər ikisi amonim sözdür. Üçüncü misrada bu yerlə çarpışan, göylə əlləşən, yer, göy, antonim bu sözlərdir. Amma hər ikisi amonimdirmi? Xeyr. Göy sözü amonimdir, amma yer sözü ümumi və xüsusi isim kimi işlənə bilir, amonim deyil. Dördüncü misrada bir-biri ilə münasibətdə sinonim olan sözlər işlənib. Dostdan, aşinadan necə əl çəkim? Dost, aşina. Doğrudur. Vaz keçmək frazeoloji birləşməsinin sinonim işlənmişdir. Əl çəkim. Necə əl çəkim? Vaz keçim. Bu doğrudur. Üçüncü misrada çox mənalı söz işlənmişdir. Bu yerlə çarpışan, göylə əlləşən, göy sözünü deməli əlləşən feillər verilən şeirin tərkibində həqiqətən dost aşina yerlə çarpışmır, göylə əlləşmir. Bu ifadələr onsuz da məcazdır. Eyni zamanda göy sözünün özü də göy adam mənasında, digər amonim tay mənasında, daha doğrusu göy adam desəm yenə də məcazi ifadə yaranar. Yəni məcazda işlənə bilir. Deməli bu doğru fikirdir. Yalnız qrammatik mənaya malik olan söz işlənmişdir. Yalnız qrammatik. Təbii ki, məsələn ah nidası var. Şərtdə işlənməmişdir deyir, işlənib, yəni bu səhvdir. Deməli 2, 3, 4 bu sualın doğru cavabı olacaq. Eyler-Venn diaqramına və nümunələrə əsasən doğru fikirləri müəyyən edin. Gəlin baxaq. Məcazi mənalı söz işlənmişdir 1-də, A bəndində. Hətta bütün şimal əyalətlərini qəsb etmək istədikləri qəzetlərdə faş olunmalıdır, burada yoxdur. 2. A bəndinə aiddir. Ahəng qanuna tabi olmayan söz işlənmişdir. Hətta şimal, əyalət, doğrudur 2. Görək burada varmı? Ayazlı, şaxtalı bir qış axşamı 7 yoldaş olub yola düzəldik. Baxın, B-də ahəng qanuna tabi olmayan söz yoxdur. Deməli, ikinci fikir doğrudur, yer də doğrudur. Frazeoloji birləşmə işlənmişdir. Hər ikisində ortaq cəhət deyir. Səhvdir, birinci cümlədə frazeoloji yoxdur. Yalnız qrammatik mənaya malik olan söz də işlənmişdir. Deməli, ikinci cümlədə şaxtalı bir qış axşamı bir ədatdır. Hətta orada bağlayıcıdır. Deməli, 4 doğrudur, hər ikisi üçün ortaqdır. Qasırğa, sazaq sözlərlə yaxın mənalı söz işlənmişdir. Ayazlı, şaxtalı, baxın, ayazlı və şaxtalı ifadəsi sifətdir. Necə? Qasırğa, sazağı isə isimdir. Onlar yaxın mənalı, yəni sinonim ola bilməz. Bir-biri ilə münasibətdə sinonim sözlər işlənmişdir. Bəli, bir-biri ilə münasibətdə ayazlı, şaxtalını sinonim götürmək olar. Bu doğrudur. Deməli, 2, 4, 6 bizim düzgün cavabımız olacaq. Frazeoloji birləşmənin işlənmədiyi nümunələri müəyyən edin. Sonsuz boşluqlara qədər baş alıb gedən meşəyə baxdıqca qoca palıdın ürəyi dağa dönürdü. Ürəyi dağa dönmək var. Bir yerə yığışanda bu cansıqlı söhbətlərdən əl çəkmirdik. Əl çəkmək var. Mən onun baxışlarındakı bu dərin mənanı oxuya bilmirdim. Burada yoxdur. Müğənninin xoş avazını dinlədikcə ruhumuz təzələnirdi. Burada yoxdur. Oxumaq üçün xaricə üz tutmaq burada var. Tələbələr təhsillərini uğurla başa vurdular. Hətta başa vurmaq da var. Deməli, yoxdur, işlənməyib 3 və 4. 26. Yol sözünün məcazi mənada işləndiyi cümlələr. Bağlar arası ilə uzanan bir yolla, yol burada həqiqidir. Buzqıran gəminin açdığı yoldan qayıqlar keçdi, həqiqidir. İndi hər bir savadlı adam qarşısına geniş yollar açılmışdır, bu məcazdır. Mənim başım plov bişirməyə qarışacaqdır. Sən çalış onu yola gətir, burada məcazdır. Mənim konsulxanada verilən ziyafətə yol tapa biləcəyimə imkan yaradacaqdır. Bu da məcazdır, deməli 3, 4, 5 düzgün cavabımız olacaq. 27. Sözlərin yazılışı ilə deyilişi arasındakı fərqli məqamların sayına əsasən uyğunluğu müəyyən edin. İtaətkarlıq sözünün tələffüzü olacaq. İtaət, karlıq formasında. Sayına deyir. Deməli, el erə keçdi, G xeyyə. 2 fərqli məqam var. Xoşluqla tələffüz olunur. Xoşduqnan formasında.
L D-yə, G X-yə keçdi, L N-ə keçdi və N artırıldı. 4 fərqli məqam var. Günlərlə sözü tələffüz olunacaq. Günlərlə formasında. L N-ə keçdi, L N-ə keçdi, N artırıldı. 3 fərqli məqam var. Paslanmaq sözünün tələffüzü olacaq. Paslanmaq formasında. Deməli, L keçdi D-yə, N M-ə, G X-yə. 3 fərqli məqam var paslanmaqda. 3 fərqli məqam harda var? 3-də. Deməli, 3-ə yazıram A-nı. 3-ün üstünə yazdım A. Səbirlə sözü tələffüz olunur. Səbirlə formasında. L N-ə keçdi, bir dənə də N artırıldı. 2 fərqli məqam var. 2 fərqli məqam itaətkarlıqdadır. B-ni yazdım 1-ə. Sərbəstləşmə sözü. Buranı gəlin təmizləyək. Tələffüz olunacaq. Sərbəstləşmə formasında. Deməli, T düşdü. L keçdi D-yə. 2 fərqli məqam oldu. Bu da uyğun gəlir 1-ə. Deməli, 1, B, C. Arxayınlıqla tələffüz olunur. Arxayınlıqla formasında. Deməli, L keçdi N-ə, G keçdi X-yə, L keçdi N-ə, bir dənə də N artırıldı. 4 fərqli məqam 2-dədir. 2-yə yazıram D-ni. Gicitkənlik sözü tələffüz olunacaq. Gicitkənlik formasında. K keçdi G-yə, L keçdi N-ə, K keçdi X-ə. 3 fərqli məqam, bu da 3-dədir. Y də olacaq 3-də. Deməli, 1BC, 2D, 3AY doğru cavabımız olacaq. Növbəti tapşırıqlarımız mətindir, Turing testidir, mətnidir. Mətni özünüz oxuyun. 28-ci sual. Tünd hərflərlə verilmiş sözlərin kontekstə uyğun qarşılığını müəyyən edib yazın. Birinci söz tapmaqdır. Deyir ki, məqsəd münsifin verilən cavabları əsasında hansının insan, hansının kompüter olduğunu tapmasıdır. Tapmaq burada nədir? Müəyyən etməkdir. Müəyyən etmək. İdeya. İdeya sözü də bu hissədə yazılıb. Turingin bu ideyası hazırda Turing testi adlandırılır. Yəni bu ideyası, bu fikri. Bura biz fikir yaza bilərik. İbtidai. İbtidai sözü də bu hissədədir. Turingin bu yanaşması süni intellekt araşdırmalarının ən ibtidai forması idi. Əslində ibtidai sözü başlanğıc mənasında, ilkin mənasındadır. Amma o sözləri bu cümləyə qoyanda birbaşa əvəz olunmur. Yəni ən başlanğıc forması idi, ən ilkin forması idi. Tam uyğun deyil. Amma ibtidaini burada əvəz eləmək üçün daha gözəl inkişaf etməmiş vermək olar. Yəni ən inkişaf etməmiş, ən ibtidai, ən inkişaf etməmiş forması idi deyə bilərik. Daha dolğun əvəzlənmə olar. 29. Mətnə əsasən doğru fikri və ya fikirləri müəyyən edib seçiminizi əsaslandırın. 3 dənə fikir verir bizə. Elm, texnika inkişaf etdikcə əvvəllər əlçatmaz, qəribə görünən hadisələr zamanla insanlar üçün adiləşir. Bəli, bu uyğundur mətnə görə. Turing testinin əsas mahiyyəti kompüterin, maşının, süni intellektin heç vaxt insanlar qədər zehni bacarığa sahib ola bilməyəcəyini sübut etməkdən ibarət edib. Bu tamamilə yanlışdır. Turing testinə görə kompüterin mükəmməl süni intellekt hesab edilməsinin əsas şərti münsifin danışıq zamanı üstünlüyünü kompüterə verməsindən ibarətdir. Bu da səhvdir. Burada doğru seçimimiz olar 1. Əsaslandırmanı da mətnin bu hissəsində verilən fikirlə əsaslandıra bilərik. Baxın, bu cümləni yazmaq olar. Şahmat oyununda kompüterə uduzmaq heyrətləndirici hadisə deyil. Və ya Siri kimi proqramlar vasitəsilə kompüterlərə ünsiyyət qurub onlardan cavab almaq artıq mümkündür. Bu formada əsaslandırmağımızı mətninə əsasən yaza bilərik. 29. Mətnin məzmununa əsasən nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın. Elə az əvvəl oxuyanda qeyd elədim. Siri kimi proqramlar vasitəsilə kompüterlərə ünsiyyət qurub ondan cavab almaq artıq mümkündür. Mümkündür. Heyrətləndirici hadisə deyil. Məsələn, adi hal deyil. Bu cavab da yazıla bilər. 30-cu sualın da izahını paylaşdıq. Dəyərli izləyicilər, kanala abunə olaraq paylaşılan bu tip izahlardan, videolardan davamlı olaraq faydalana bilərsiniz. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.